Tak. Azanatora vururuq. Aha, belə. Toyuq ətini yığırıq şüşə qaba. Azanatorun vaxtını proqramlaşdırırıq. 25 dəqiqəyə. 25 dəqiqə. Bu şəkildə. Və bunun trubuçkasını suyun içərisinə sağlayırıq. Aha, bu şəkildə hər şey düzdür. Yüksək. Və start noktasına vururuq. Bu şəkildə həmən bu azanator azonu suya buraxır və suyun vasitəsilə toyuq əti azonlaşdırılır. %25 dəqiqə sonra nəticəyə baxarıq. Artıq 8 dəqiqə qalıbdır. 17 dəqiqədir. Belə deyə işləyir. 17 dəqiqə sonra ətin üzərində əmələ gələn bu çək bu şəkildə üzə çıxır. Bu şəkildə belə bu azondur, bundan çıxan azondur belə. Azonu birbaşa ötürür suya və suyun vasitəsilə suyun içərisində olan qida məhsulunu təmizləyir. Azonun bir xüsusiyyəti var. Ümumiyyətlə azon O3 elementi ilə işarə olunur kimyada. Azonun bir xüsusiyyəti var. Qidanın tərkibində olan hormonları və zərərli maddələri parçalayır. Və hal-hazırda azon bu suya təsir göstərməklə suyun içində olan bu ətin, toyuq ətinin tərkibində olan bütün zərərli, insan sağlamlığına zərərli maddələri, yəni hormonları və zərərli hissəciklərin hamısını parçalayır və beləliklə ətdən ayrı suyun üzərinə çıxardır. Biz beləliklə sağlam yəni biz qidamızda xeyirli maddələr az olduğunu bilirik. Beləliklə də eyni zamanda yəni bu vasitə ilə ətin tərkibindən zərərli maddələri də çıxartmış oluruq ki, ən azından orqanizmamıza ziyan vurmuyor. Bu qədər. Artıq 6 dəqiqə qalıbdır. 6 dəqiqə. Bu şəkildə bu proses davam edir. Mama. Hacı. Ata. Mən də saçım. Artıq 1 dəqiqə qalır. Yox, 0 dəqiqə. 0 dəqiqə qalır. 1 dəqiqə qalmış. Ətin üzərində beləncə bir səhnə var. Bunlar hamısı 25 dəqiqə ərzində toyuq ətindən çıxan zərərli maddələrin budur. Bunlar qalxdıca da qalxır. Azanator vaxt dayandı, bitdi. Bu şəkildə. Bu qədər. Bunu çıxartdı. Qırağa qoydu. Bunu yığaq
Bax, bu nədir belə? Aha. Bu şəkildə beləncə bir yarı plasmas, yarı köpük bir şey çıxdı. Yerdə qalan da budur. Hətta görürük ki, ətin də rəngi müəyyən qədər dəyişilibdir. Və yenə də üzərində müəyyən köpük var. Yəni beləncə bir şey bu toyuğun tərkibindən çıxdı. İndi bu nədir? Bunu artıq siz təyin edin. Mən düşünürəm ki, bu hər evə lazımdır və hər bir mətbəxin girişində bu şəkildə belə deyək, qoruyucu kimi olmalıdır və bizim mətbəximizə girən bütün qidaları, meyvə, tərəvə, suyu, ətləri, yəni yiyəcəyimiz hər bir şeyi bu şəkildə zərərli maddələrindən təmizləmək mümkündür. Yəni bu hər bir mətbəxə mən düşünürəm ki, lazımdır. Şəxsən mən öz mətbəximə bunu qoymuşam və artıq bundan belə ən azından qidadan tam fayda almasaq da qidanın orqanizmimizə beləncə zərərli maddələrdən qorumuş olacaq. Sağ olun.